videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Ötən gün səhər saatlarında Azərbaycanın cənub və şimal-qərb bölgələrində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Lerik, Yardımlı və İsmayıllı rayonlarında qeydə alınıb. Zəlzələlər episentrdə 3,7 və 4 magnitudalı olub, bəzi ərazilərdə 3-4 bala qədər hiss edilib. Yeraltı təkanların dərinliyi 15-43 km arasında dəyişib. Hazırda rəsmi qurumlar hadisənin nəticələrini araşdırır. Maraqlıdır, ölkəmizdə güclü zəlzələ gözlənilirmi? Məsələ ilə bağlı seysmoloq Qulam Babayev açıqlamasında bildirib ki, ötən il olduğu kimi bu ildə Azərbaycanda tektonik aktivlik davam edəcək. Nəinki Azərbaycan ərazisində, dünyanın digər seysmik ocaqlarında da aktivlik müşahidə edilir və zəlzələlər baş verir. Xüsusilə Talış seysmik zonası tektonik aktiv ərazilərdən biridir. 2024-cü il ərzində də ölkədə mütəmadi olaraq hiss olunan zəlzələlər qeydə alınırdı. Bunun həm İran ərazisində mövcud olan seysmik ocaqların təsiri, həm də Azərbaycanın özündə baş verən tektonik hərəkətlərlə əlaqəsi var. 2025-ci ildə də bu proses davam edəcək. Seysmoloqun sözlərinə görə Azərbaycanın yerləşdiyi geoloji zonada dağıdıcı zəlzələlərin baş vermə ehtimalı azdır. Bu, yer qabığında baş verən yerdəyişmələrin intensivliyinin yüksək olmaması ilə əlaqədardır. Dünyanın digər seysmik ocaqları, məsələn Yunanistan, Egey dənizi, Türkiyə, İran, Yaponiya, Filippin və Rusiyanın Kamçatka ərazisi ilə müqayisədə Azərbaycanda yer qabığındakı proseslər daha zəifdir. Ancaq bu, hiss olunan zəlzələlərin baş verməyəcəyi anlamına gəlmir. Əgər zəlzələ səthə yaxın 5-10 km dərinlikdə baş verərsə, onun magnitudası 3,5 olsa belə hiss ediləcək. Lakin daha dərin qatlarda baş verən təkanlar əhalidən yan keçə bilər. Qulam Babayev vurğulayıb ki, seysmik aktivlik mütəmadi və davamlı prosesdir və bu ildə regionda bu cür yeraltı təkanlar müşahidə olunacaq. Hazırda rəsmi qurumlar baş verən son zəlzələlərin nəticələrini araşdırır və vəziyyət nəzarətdə saxlanılır.